Mən texnologiya müəllimi Günay müəllim sizə 9-cu sinif 8-ci mövzu, yəni əlvan metalların səthinin bəzədilmə texnologiyası mövzusundan müəllimlərə dəstək məqsədi ilə video çəkəcəm və YouTube kanalına yerləşdirəcəm. Videomuza baxaraq kanalımıza abunə olmağı, yorum və like etməyi unutmayın. Mən keçən videolarda da qara metallar haqqında sizə geniş test üzərində məlumat vermişdim. Bugün isə mövzumuz əlvan metallardır. Bildiyimiz üzrə əlvan metallar qara metallara nisbətən çox az məşhurdur və az halda rast gəlinir. Bu da deməli həmin bu əlvan metalların belə deyək ki, bu əlvan metallar həm onların ərdilmə prosesi çox mürəkkəbdir, həm də maye dəyərləri böyükdür. Bunun üçün onların istifadə olunmasına tələbat azdır. Bugünkü günümüzdə ən çox istifadə olunan əlvan metalın düzdür bir neçə növü var. İstifadə olunan əlvan metallar mis və alüminiumdur. Ümumiyyətlə əlvan metallarla gəlin tanış olaq. Məsələn, əlvan metallarda misdir, alüminiumdur, qalaydır, nikeldir, titandır, magneziumdur, gümüşdür və s. aiddir. Qara metallar kimi əlvan metalların da səthi korroziyaya məruz qalır. Korroziya bildiyimiz üzrə metalın turşlar və atmosfer tərəfindən yeyilib dağılmasıdır. Yəni, metalın atmosfer tərəfindən və turşular tərəfindən yeyilib dağılmasının qarşısını almaq məqsədi ilə onun səthinə mütləq səthi örtülməlidir. Deməli, əlvan metallar həmçinin ətraf mühitlə fiziki kimyəvi reaksiyaya girir və bu fiziki kimyəvi reaksiya girməsi nəticəsində də xassələri dəyişir. Onların səthinin korlanmasına, həmçinin də texnoloji proseslərin pozulmasına da gətirib çıxarır. Bəs bunun üçün nə edirlər? Bunun üçün əlvan metalların səthinin bəzəyirlər. Məsələn, əlvan metalların səthinin bəzəmə üsul və növləri müxtəlifdir. Gördüyümüz üzrə şəkillərdə də qeyd etmişəm. Məsələn, bunlardan biri anodlaşdırmadır. Şəkil 1-ə nəzər yetirək. Anodlaşdırma bəzənin eyni vaxtda dekorativliyini təmin edir. Həmçinin qoruyucu funksiyasını daşıyır. Metal deyək ki, hər bir metalın ümumiyyətlə məişətdə ən çox işlədilən alüminiumu pas və korroziyadan qorumaq məqsədi ilə üzərinə çəkilir. Alüminium məsələn məmulatların səthində sıx və qalın oksid təbəqə yaradılır. Deməli, sıx və oksid. Oksid təbəqə yaradılır. Bu nə üçündür? Bu alüminiumun anodlaşma prosesidir ki, məsələn, bu alüminiumun anodlaşma prosesindən sonra korroziya qarşı müqavimətini artırır. Yəni, korroziya uğramasını əngəlləyir. Həmçində mexaniki cəhətdən möhkəm və davamlı təbəqə alüminiumu, məsələn, bu prosesdə aşağı temperaturda nazik təbəqəli anodlaşdırılması zamanı əldə edirlər. Ümumiyyətlə, anodlaşdırılmanın sinonimi anod oksidləşdirmədir, anod turşulmasıdır. Və elektroliz yolu ilə bəzi metalların ərintilərin səthində oksid təbəqəsinin yaradılma prosesidir. Nə prosesidir? İlk öncə də qeyd etdiyim sıx oksid təbəqəsinin yaradılma prosesidir. Deməli, əlvan metalların digər bəzədilmə növlərindən biri də şəkil 2-yə diqqət edək, qızıl suyuna salmadır. Məsələn, bu qızıl suyuna salınmanın da bir neçə növü vardır. Odlu qızıl suyuna salma, yağ əsası qızıl suyuna və polimer üzərində qızıl suya çəkmə. Bu qızıl suyuna salınma da yenə də qeyd edirəm ki, anodlaşdırmadakı kimi metalın səthini korroziyadan qorumaq məqsədi ilə aparılır. Bu işləm bu məqsədlə aparılır. Ümumiyyətlə, gəlin odlu qızıl suya salmadan burada qeyd etmişəm, yazmışam. Odlu qızıl suya salmadan danışaq. Məsələn, odlu qızıl suya salmanın da bir deyək ki, çox qədim zamanlarda məsələn bu texnikadan istifadə edirdilər. Bir növ odlu qızıl suyuna salmanı qovrulmuş qızıl da adlanırlar. Məsələn, testlərə düşən zaman məsələn qovrulmuş qızıl düşərsə, biz açar söz olaraq odlu yadımıza düşməlidir. Çünki qovrulmuş odlu, yəni odda qovrulmuş qızıl bu tipdə yadımıza saxlaya bilərik ki, bizim üçün asan olsun. Məsələn, bu deyək ki, üsul özlüyündə civədə həll edilmiş yüksək keyfiyyətli qızılın amaklaman, yəni civənin tam buxarlanmasına qədər deşilməsindən ibarətdir. Məsələn, burada deyək ki, amaklama nədir? Amaklama civə ilə bəzi metalların ərintisidir.
ərintisi deməkdir. Ümumiyyətlə, yenə də qeyd edirəm ki, məmulatı korroziyaya qarşı yüksək dözümlülük nümayiş etdirmək məqsədi ilə, məsələn, qızıl suyuna salmadan istifadə edirlər. Məsələn, bu qızıl suyuna salmanın çaşmayan cəhəti isə zəhərli olmasıdır. Keçən indi yağ əsasına qızıl suyuna salmağa, deməli, yağ əsasına qızıl suyuna salma adətən metaldır, gipsdir, daş sətlərin qızıl suyuna salınmasında, ondan sonra interyer zərərlənməsində istifadə olunur. Məsələn, deyək ki, abidələrin, hasarların, günbəzlərin, sonra qurğuşundan olan fiqurların səthində istifadə edilir. Məsələn, deyək ki, poliment üzərinə qızıl suyuna çəkmə. Burada belə nüans yaranır ki, poliment nədir? Parlaqlamadan əvvəl taxtaya çəkilən rəng boyaya poliment deyilir. Məsələn, burada ağac səthlərindən söhbət gedir. Yəni, oduncaq materiallarından söhbət gedir. Poliment üzərinə qızıl suya çəkmə. Məsələn, ikonaların, çərçivələrin qızıl suyuna salınmasında, sonra interyer zərərlənməsində də istifadə olunur. Bir nüansın diqqət elə. Yağ əsasında qızıl suyuna salmada da dedik ki, interyer zərərlənməsində istifadə edilir. Poliment üzərə qızıl suyuna çəkmədə də dedik ki, interyer zərərlənməsində istifadə olunur. Burada asar sözümüz olacaq ancaq. Ümumiyyətlə, 18-ci əsrdə polimenti alırdılar. Deməli, poliment parlaqlamadan əvvəl taxtaya çəkilən rəng boya, yəni bu boyanı alırdılar hansı materiallardan? Məsələn, qırmızı gildən, daha sonra sabun, mum, balina piyi, yumurta ağından hazırlayırdılar. Növbəti deməli, patenləşdirmə məmulatlara baxaq. Bəzədilmənin digər üsulu. Məsələn, interyer əşyaların, materiallara gözəl dekorativ görünüş, əntiqlik, məsələn, verir. Daha sonra onun qorucu xassələrini artırır. Bir də ki, sizə bir nüansı qeyd etmək istəyirəm ki, demək olar ki, metalın səthinin süni yolla köhnəltmək prosesidir. Yəni ki, belə deyim də, patin çəkmək, tunc və yaxud da ki, mis məmulatın qədimdən qalmış əşyaya oxşatmaq üçün istifadə olunur. Məsələn, bunun üçün də onların üzərinə xüsusi maddə çəkirlər. Biri var, tarixi qədim əşya ola. Biri də var ki, belə qeyd edək ki, sənətkar bugün, dünən hər hansı bir əşyanı hazırlayır, lakin ona tarixi görüntü vermək istəyir. Bu zaman, deməli, patenləşmədən istifadə edəcək. Ümumiyyətlə, patenləşmədə, deməli, misdir, bürüncdür, latundur, dəmir, ağac, gips. Demək olar ki, bir çox məmulatlarda patenləşmədən istifadə etmək mümkündür. Ümumiyyətlə, paten qeyd etmək istəyirəm ki, mis və onun ərintilərinin üzərində olan pərdə və yaxud da nazik təbəqədir. Nədir? Bir dəqiqə mən bunu pozum. Deməli, mis və onun ərintilərinin üzərində olan pərdə və yaxud da ki, nazik, bir dəqiqə, ki, nədir? Təbəqədir. Nazik təbəqədir. Ümumiyyətlə, patenlərin özləri də iki növə bölünür. Var, məsələn, təbii paten var, süni paten. Məsələn, bunların da belə biz ayırt edə bilərik ki, belə ətraflı sizə məlumat verim. Deməli, təbii patindən əgər söhbət gedirsə, ətraf mühitin təsiri altında dekorativ və ya texniki məmulatların səthində yaranan karbonoksid pərdədir. Ətraf mühitin təsiri altında, yəni abidələrdə və yaxud da ki, abidələrdən tutulmuş sikkələrə qədər, sökülmə yerlərində, məsələn, kontaktlarda karbon oksid pərdədir. Axı, mən bayaq da qeyd etdim ki, mis və onun ərintiləri üzərində olan pərdə və yaxud da ki, nazik təbəqədir. Deməli, təbii paten nədir? Karbon oksid pərdədir. Süni paten isə nazik təbəqədir. Yəni, abidələrə və dekorativ məmulatlara xüsusi maddələrin yaxılması nəticəsində. Birincidə, ətraf mühitin təsiri altında dekorativ və ya texniki məmulatların səthində yaranan karbon oksid pərdədir.
Ancaq abidə və dekorativ məmulatlara xüsusi maddənin yaxılması nəticəsində süni patində bu cürdür. Kimsə tərəfindən icra edilir. Təbii patində isə kimsə tərəfindən icra edilmir. Süni patində isə məsələn burada işçi var. Maddələrin yaxılması nəticəsində onların səthində yaranan nazik təbəqədir. Təbii patin isə digər ətraf mühitin təsiri altında dekorativ və ya texniki məmulatların səthində yaranan karbonoksid pərdədir. Bu ətraf mühitdən söhbət gedir. Dedik, bir də qeyd etmək istəyirəm ki, patin mis və onun ərintiləri üzərində olan pərdə və yaxud da ki, nazik təbəqədir. Təbii patin deməli karbonoksid pərdədir. Süni patin isə məsələn deyək ki, abidənin səthində yaranan nazik təbəqədir. İndi istəyirəm ki, mən keçəm növbətiyə gümüşləmə prosesinə, yəni metalın gümüşləməyə məruz qalmasına. Deməli mən keçmək istəyirəm. 4-cü şəklə nəzər yetirək. Gümüşləməyə nəzər yetirək. Metalın səthində gümüş təbəqəsinin çökdürülməsidir. Bu tərifi nədir? Metalın səthində gümüş təbəqəsinin çökdürülməsidir. Məsələn, elə detallar var ki, elektrik keçirən materialların, daha sonra qrafitin səthində gümüş təbəqəsinin, qalvanik proseslə çəkilməsində də, məsələn, belə deyək ki, gümüşləmə adlanır. Ümumiyyətlə, yenə qeyd etmək istəyirəm. Digər metallar kimi gümüşləmədə metalı korroziyadan, sonra yeyilmədən qorumaq, həmçinin onun səthinə gözəl görünüş, parlaqlıq vermək məqsədi ilə aparılır. Ümumiyyətlə, gümüşləmə zamanı istifadə olunan gümüşün əsas xassələrini gəlin nəzər yetirək. Gümüşün əsas xassələri qeyd etmək istəyirəm ki, elektrik ötürücülüyü, daha sonra əks etmə qabiliyyəti, sonra xarici təsirə davamlılığıdır. Ümumiyyətlə, metal gümüşləndirilməsi metal detalların sökülən yerlərinə, daha sonra dəyişdirici açarlara, belə deyək ki, kontaktların texniki cəhətdən korroziyaya qarşı müdafiəsində yaxşılaşdırılması məqsədi ilə də istifadə edir. Ümumiyyətlə, bəzək əşyalarında, qab-qacaqlarda, interyer əşyalarında da tətbiq olunur gümüşlənmədən. Məsələn, gümüşləmə əks etmə qabiliyyəti optik cihazların, fənərlərin, qeyd etmək istəyirəm ki, məsələn, projektorların istehsalında istifadə olunur. Daha sonra qeyd etmək istəyirəm ki, məsələn, gümüş qələvi maddələrin belə deyək, təsirinə qarşı davamlıdır. Gümüş qələvi maddələrin təsirinə qarşı nədir? Davamlıdır. Ancaq onun çatışmayan cəhəti odur ki, kükürddən qorxur. Kükürdə qarşı əks reaksiyadadır. Belə qeyd etmək istəyirəm ki, əgər havada kükürd qarşılıqları olarsa, məsələn, bu qarşılıqlar nəticəsində gümüş zamanla qaralır. Hansı ki, xanımların istifadə etdikləri bəzək əşyasına baxsaq, tutaq ki, məsələn, bunu istifadə etmir, alıb qoyub evə. Əgər havada kükürd qarışığı varsa, məsələn, onun səthində qaralma prosesi gedəcəkdir. Deməli, gümüş qələvi maddələrin qarşılığı davamlıdır, ancaq kükürdlə düşməndir. Bu cürdə yadda saxlaya bilərik. Daha sonra keçmək istəyirəm minat çəkməyə. Minat çəkmə də əlvan metalların səthinin digər bəzədilmə üsullarından biridir. Minat çəkmənin də bir neçə növü vardır. Şəkil 6-ya nəzər yetirək. Məsələn, birinci növü isti mina, ikinci növü soyuq mina, üçüncü növü isə rəssamlıq minası. Gəlin indi bunları bir-birinə ayırt edək. Məsələn, ümumiyyətlə, minat çəkmə dekorativ əşyaları, suvenirləri, həmçinin zərgərik məmulatlarını bəzəmək üçün də istifadə olunur. Məsələn, bu minat çəkmədə də bu xüsusiyyət var ki, korroziyaya qarşı davamlılığını artırır. Minat çəkmək, belə demək istəyirəm ki, zərgərik məmulatının səthini bəzəməyin ən mürəkkəb üsulları hesab edilir. Məsələn, bu da hamı tərəfindən əlbəttə ki, icra edilə bilməz. Burada professionallar işləməlidir. Gəlin, yenə də qeyd etmək istəyirəm ki, birinci isti minəyə nəzər salaq. İsti minəyə nəzər salaq. İsti minanın özü də 2 hissəyə bölünür. Deməli, şəffaf və qeyri-şəffaf. Müxtəlif metal oksidlərdən istifadə etdikdə lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. Deməli, isti mina nə oldu? Lazımi rəngə boya bilinən qurğuşunlu şüşədir. Biz burada açar söz olaraq qurğuşunlu şüşəni yadımıza sala bilərik. Və özü də 2 hissəyə bölünür. Şəffaf və qeyri-şəffaf. Məsələn, ola bilər imtahanlarda belə bir sual düşsün ki,
hansı minadır ki, belə deyək ki, iki hissəyə bölünür: şəffaf və qeyri-şəffaf. Ümumiyyətlə, mina çəkmədə, məsələn, bu bəzəmə növündə yüksək temperaturdan istifadə olunur. 600 və 850 dərəcə Selsidə. Deməli, nədir? İsti mina qurğuşunun şüşədir, iki hissəyə bölünür: şəffaf və qeyri-şəffaf. Yüksək temperaturda, yəni 600-850 dərəcə Selsidə, xüsusi qeyd etmək istəyirəm ki, mufel sobalarında aparılır bu iş. Mufel sobaları da biz qara metallar mövzusunda keçmişdik. O da davamlı kütlədən hazırlanmış zavod sobasıdır. Zavod sobasıdır. Aha, daha sonra mən keçmək istəyirəm ikinci, yəni soyuq minaya. Soyuq mina nədir? Bəzəmək üçün örtük. Məsələn, burada açar söz olaraq bəzəmək üçün örtük. Yəni uzun-uzadı bütöv, düzdür, kitabın hər bir nöqtə və vergülünə diqqət eləməliyik, hər bir yerini oxumalıyıq, lakin özümüzə açar söz də müəyyən etməliyik ki, yadımızda qalsın. Məsələn, soyuq mina müasir sənayedə istehsal etdiyi müxtəlif pigmentlərdən. Pigment nədir? Dəriyə saça rəng verən maddədən söhbət gedir. Eləcə də və belə deyim də, lak boya materiallarında istifadəyə əsaslanan bəzəmə üçün örtük növüdür. Nədir? Bəzəmə üçün örtük növüdür. Birinci nə idi? Qurğuşulmuş şüşədir. Düzdür, bu da İsti minada metalın səthini örtür. Lakin demək istəyirəm ki, məsələn, lazımi rəngə boyana bilən qurğuşulmuş şüşədir. Burada isə deməli müxtəlif pigmentlərlə pigment sözünü biz burada açar söz kimi götürə bilərik. Lak, boya materiallarından istifadəyə əsaslanan bəzəmə üçün örtük növüdür. Ümumiyyətlə, hazır məmulatlardan, belə deyək də, məmulatlardan onların bürurlaşması xüsusi katalizatorları tətbiq edilməsi ilə sürətlendirilir. Katalizatorda kimyəvi deyək ki, reaksiyaları sürətləndirən və yavaşladan maddədir. Deməli, burada kimyəvi reaksiyanı sürətləndirən və yavaşladan maddədən istifadə olunur. Hazır məmulatlarda onları bürurlaşması xüsusi katalizatora tətbiq edilməsi sürətləndirilir. Düzdür, burada da bürurlaşmadan söhbət gedir, lakin lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. Qurğuşunlu şüşə ilə bürurlaşmanı çalışaq ki, ayırt edə bilək, səhv salmayaq. Deməli, keçək rəssamlıq minasına. Rəssamlıq minası, məsələn, biz diqqət eləyək ki, məsələn, isti mina 600-850 dərəcədə idi. Soyuq minada temperatur yoxdur. Rəssamlıq minasında isə temperatur var 600 və 700 dərəcə Selsidə. Mina örtüyü üzərində kiçik ölçülü rəsm çəkmək üçün istifadə edilir. Məsələn, bu zərgərik məmulatına baxın. Görürsünüz, üzərində kiçik rəsmlər var. Məsələn, rəsm çəkmək üçün istifadə edilir, minalı boyadır. Belə demək istəyirəm ki, məsələn, təmələ çəkilmiş rəsmin bərkidilməsi burada da mufel sobalarında aparılır. Yəni, isti minada da mufel sobalarından istifadə edildi, mufel sobasından istifadə edildi. Rəssamlıq minasında da mufel sobasından istifadə edildi. Deməli, isti mina olduğu 600, rəssamlıq minasında da 600'dür. Deməli, isti minada olduğu 850, amma rəssamlıq minasında olduğu 700 dərəcə Selsidə baş verir. Ümumiyyətlə, ümumiyyətlə belə bir söz demək istəyirəm ki, bişirildikdən, məsələn, mufel sobasında bişirildikdən sonra rəsm şəffaf mina ilə örtülür və bundan sonra yenidən bişirilir. Yəni, bişirilmə prosesi davam edir. Ümidvaram ki, bu videomuz sizin üçün aydın olmuşdur. Like qoymağı, yorum yazmağı unutmayın.